Salam, hər vaxtınız xeyir olsun. Biz bu gün həmin Manturnik kitabından müəyyən səhifələrin izahına baxacağıq. Artıq gəlmişik 6-cı bölümə, yəni həndəsi fiqurlar olan bölməyə. İndi onunla bağlı asan tipli sualların izahına baxırıq. Birinci sual: çevrəni seçmək üçün hansı alətdən istifadə olunur? Əlbəttə ki, uşaqlar, çevrəni seçmək üçün pərcardan istifadə edirik. A variantı. Növbəti: hansı iti bucaqdır? İti bucağın dərəcələrinin nəvi hansı dərəcə altında olurdu? Yəni 0 dərəcədən 90 dərəcə arasında yerləşən bucaqlara iti bucaq deyilir. Mən də görürəm ki, A variantı 95-dir, 90-dan böyükdür, şərtimi ödəmir. B variantı 180 dərəcə, xeyr, elə bu açıq bucaqdır. C variantı 100 dərəcə, yəni bilirik ki, 90 dərəcədən böyük, 180 dərəcədən kiçik bucaqlar isə kör bucaqdır. C variantı da kör bucaqdır, amma D variantı iti bucaqdır. Növbəti 3-cü sual deyir, A nöqtəsinin koordinatları hansıdır? Bax, bura diqqətlə bax. A-nın başlanğıcı, bax, bura görürsən X-i göstərir, burada Y-i göstərir. Baxıram ki, Y, həmişə də yadında saxla, bu birinci X-i göstərəcək, bu da Y olacaq. Həmişə birinci X, bu da Y olacaq. Mən də görürəm ki, X neçə dayanıb? 7-də. Y neçədədir? 4-də. Yəni, mənim X bərabərdir 7, Y də bərabərdir 4 olacaq. Yəni, 7, 4 hansı variantdır? B variantıdır. Yəni, sən A variantı götürə bilərsən. Həmişə unutma ki, birinci X-i göstərir, ikinci Y xəttini göstərir. Növbəti 4-cü sual. Deyir, hansı variantda konusun açılışı verilib? İndi uşaqlar, müəlliminiz rəssamlıq qabiliyyətini göstərsin. Bax, belə bir şeydir. Bax, bu konus... silindir çəkdim, üzürlü sayın. Bu silindirdir. Bax, bu silindirin açışıdır. Bax, budur konus. Belə elə bir çosan papağına oxşur da. Onun açışı da B-dir. C variantı kubun açışıdır. D variantı üçbucaqlı prizmanın açışıdır. Piramidin açışıdır. Yəni, buna diqqət edin. Yəni, asan bir şeydir. B variantı. Sonra radiusu 7 sm olan çevrənin diametri neçə santimetrdir? Yəni, bir dənə çevrə çəkəcək. Müəllimin indi rəssamlıq qabiliyyətimi göstərim. Bir dənə çevrə çəkirsən. Bilirsən ki, bax, çevrənin mərkəzindən hər hansı bir nöqtəsindən çəkilmiş düz xəttə radius deyilir. Bunun da radiusu 7-dirsə, diametr nədir? Çevrəni 2 hissəyə bölən, 2 tam hissəyə bölən dia, 2 deməkdir. Yəni, 2 yerə bölənə diametr deyilir. Bura 7-dirsə, burada 7 olacaq. Yəni, belə yadında saxla da, diametr bərabərdir 2 vur radius. Yəni, 2 dənə radiusa bərabərdir. Bunun bir dənə də radiusu 7-dirsə, diametr necə olacaq? 7 üstəgəl 7, 14 və ya 2 dəfə 7, 14. Yəni, A variantı. Sonra 6-cı sual deyir, hansı fiqur üçbucaqlı piramidadır? Əlbəttə ki, üçbucaqlı piramida burada hansıdır uşaqlar? C variantı. Növbəti 7-ci sual. Deyir, verilmiş fiqurun üstdən görünüşü hansı variantda verilib? Aşağılar bunu belə görüb də, çox uşaqlar, mənim əksər uşaqlarımın belə görəndə sudurğa keçirdilər. Yəni, heç də qorxmağa ehtiyac yoxdur. Bax, görürsən, burada neçə dənə kub var? 3 dənə kubdur. Mənə də yalnız bu üst hissədən görünəni deyir də. Burada 2 kubdur. Yəni, 3-ün 2-yə görünüş hansıdır? Əlbəttə ki, C variantı. Sonra tor bucağı neçə dərəcədir? Baxırsan, T, O, R. Yəni, məndən bax, buranı soruşur. Bu da 25, 18. Yəni, 25 üstəgəl 18 bərabərdir 43. Yəni, B variantı. Hansı nöqtə koordinat başlanğıcından 4 vahid sağda, 2 vahid yuxarıda yerləşir? Yenə, müəlliminiz rəssamlıq qabiliyyətini göstərir. Bax, bir dənə belə koordinat xəttidir. Bayaq dedim, bu yan X-dir, bu yan, bura isə yuxarı olan Y, yəni Y xəttidir. Burada da dedim ki, birinci X-i göstərir, ikinci Y-i göstərir. Səndən də deyir ki, koordinat başlanğıcından 4 vahid sağda, yəni X-ə tərəfdə 1, 2, 3, 4. Yəni X 4-dür. 2 vahid isə yuxarıda, yəni 2 dənə yuxarı, Y də 2-dir. Yəni 4-ün 2-yə. Bax, 2-ni 4 götürməyəcəksən, ha? Çünki dedim axı, birinci X-i göstərir, birinci olan, ikinci isə Y-i göstərir. Mən də görürəm, X-im 4-dür, Y-im də 2-dir. Yəni A variantı. Və uşaqlar 10-cu sual deyir ki, 1 dərəcə tam dövrün hansı hissəsi? Tam dövr dedikdə, tam bucaq dedikdə yadına 360 dərəcə düşəcək. Əlbəttə ki, 360 dərəcədə 1, yəni D variantı. İndi orta səviyyəli suallara baxırıq. Deyir, hansı bucaq kör bucaqdır? Bax, kör bucaq bayaq yuxarıda da qeyd etdim ki, 90 dərəcədən böyük, 180 dərəcədən kiçik olan bu bucaqlar aralığında yerləşən bucaqlara kör bucaq deyilir. Baxıram ki, 75 dərəcə, dedik axı, 0-dan 90 dərəcə arası bucaqlar iti bucaqdır. 75 bizim bucağımız deyil, cavabımız deyil. 20 dərəcədə iti bucaqdır. 0-90 arasıdır.
C variantı 90 dərəcə də düz bucaqdır. Düz bucaqda yalnız 90 dərəcə olur da, bunu da bilirik. Amma A variantı görsən 90-dan böyükdür, 180-dən kiçikdir, 125 dərəcə bizim şərtimizi ödəyən körbucaqdır. Hansı nöqtənin koordinatları 6, 5-dir? Necə demişdim bayaq? Demişdim ki 6 x-i göstərir, 5 isə y-i göstərir. Mən də görüm bunu ödəyən hansı? Məsələn, A-ya baxaq. Gəl burada yazaq da, ərinməyək, yazaq. Məsələn, A-nınki neçədir? A görürəm 2-də, x-i 2-dir. Y-i neçədir? Y də görürəm ki 4-ün yanında dayanıb da. Y də 4-dür. Məsələn, keçirəm B-yə. B-də neçədir? Yenə x 4-dür. Y neçədir? Y də 2-dir. Bu da ödəmir. A da getdi, B də getdi. İndi C-yə baxım. C-də görürəm x-im 5-dir. Aha, Y-im də 6-dır. Aha, bax, indi diqqətli ol, ha. 5, 6-dır, görsən. Amma sənə 6, 5 verib. Bax, buraya diqqətli ol. C-də ödəmir. Amma D-yə baxanda görəcəksən ki, x-in 6-dır. Y-in isə 5-dir. Sənə də lazım olan elə budur. Yəni, D variantı. Və bu sual uşaqlar, bu çox insanların, yəni daha doğrusu uşaqların çətinlik çəkdiyi sualdan imiş. Deməli necədir? Yəni burada dilimiz falan qatlanmasın. Çevrənin radiusunu çevri üzərindəki ucu 6-da bir dövr edərsə, bax, qoy belə başa salım da. Yenə müəlliminiz rəssamlıq qabiliyyətini göstərsin. Belə bir çevrə çəkirəm. Bayaq dedim axı, çevrənin mərkəzindən onun istənilən nöqtəsinə olan hissə, oraya qədər olan düz xətt radiusdur. İndi səni belə izah edeyim də. Bax, bu deyir ki, bu çevrənin radiusundakı ucu çevrənin hər hansı bir hissəsini 6-da bir dövr edərsə, yəni dövr edərsə neçə dərəcə dönər? Sən də bilirsən axı, sənin bu çevrən tam bucaqdır, düzdür. O da 360 dərəcədir, düzdür. 360-ın da 6-da 1-i necə tapırdıq? Həmin ədədi kəsr məxrəcinə bölürsən. 360-ı da 6-ya böləndə düşəcək 60 dərəcə. Yəni B variantı. Sonra 4-cü sual. Deyir kiçik çevrənin diametri böyük çevrənin radiusuna bərabərdir. Böyük çevrənin diametri 18 desimetr olarsa, kiçik çevrənin radiusunu tapın. Bıdı, heç bir şey başa düşmədim, düzdür? Mən uşaqlara həmişə bu yoldan başa salıram ki, onlar nə məsələdən bezməsinlər, nə riyaziyyat yazmaqdan bezməsinlər, xoşlarına gəlsin də. Deməli, keçək bu suala. Səndə deməli bir dənə kiçik çevrə var. Bax, bir dənə kiçik çevrə var. Bir dənə də böyük çevrə var. Bizi dəqiq uşaqlar, mən qeyd yerini açım. Deməli uşaqlar, 4-cü sualda deməli bir dənə sənin kiçik çevrən var, bir dənə də sənin böyük çevrən var da. Və sənə deyir ki, kiçik çevrənin diametri böyük çevrənin radiusuna bərabərdir. Yəni bax bunun diametri, bu böyüyünün radiusuna bərabərdir. Və sənə deyir ki, böyük çevrənin diametri 18 desimetrdir. Bax, böyük çevrənin, bax, bunun diametri 18 desimetrdir. Mən bayaq necə dedim? Dedim ki, diametri onu 2 hissəyə böləndir və diametrin özü də bərabərdir 2 dənə radiusa. Yəni, 18-i 2 yerə bölürsən, 9 düşür. Bu böyük çevrənin radiusu 9 desimetr imiş, düzdür? Və mənə də əvvəldə şərtdə verdi ki, kiçik çevrənin diametri böyük çevrənin radiusuna bərabərdir. Yəni, indi bunun buradakının məsələn, rəngini dəyişdirim. Bunun radiusu 9-dur, amma bu birisinin 9-u, yəni bu radius 9-dursa, bu birisinin də diametri 9-dur. Çünki mənə dedi ki, bu birisinin böyük çevrənin radiusu kiçik çevrənin diametrinə bərabərdir. Bu da 9 desimetrdir. Mən də bilirəm ki, diametr çevrəni 2 yerə bölür və mənə də deyir ki, kiçik çevrənin radiusunu tap. İndi bunu da bilirəm ki, diametri 9 desimetrdirsə, diametr nəyə bərabərdir? 2 dənə radiusa. Ona görə də nə edəcəksən? 9 desimetri 2 yerə böləcəksən. Bunu necə edirsən? Bax, 1 desimetr bərabərdir 10 santimetrə. 9 desimetri nə qədər edəcək? 9 vur 10. Yəni 90 santimetr. 90 santimetri də 2 yerə bölməliyəm. Çünki diametr 2 radiusa bərabərdir. 90-ı da 2-yə bölürəm. 45 santimetr düşür. Bunu da desimetrə çevirəndə. İndi buradan 45 santimetrdə neçə desimetr ver? Bölürsən 10-a. Yəni 4 desimetr 5 santimetr. Sən də varianta bax, gör. Sənin variantında hansı cavablar var? Ola bilər 45 santimetr, ola bilər 4 desimetr, 5 santimetr. Mən də baxıram, görürəm ki, elə həm desimetr, həm də santimetrdən verib. Yəni, D variantı. Qəşəng sual idi. Amma maraqlıdır. Başa düşməlisə, qayıt bir də bax, izahı başa düşəcəksən. Dərəcə görək neçənin üzərində dayanıb. Bax, 70-dir, düzdür. Yuxarıdakına baxırsan 70, bunun yanındakı da tən ortada dayanıb. Baxın, 70-dən 80-in ortasında. Ona görə də 75. Yəni, D variantı. Sonra 6-cı sual.
Deyir AOB bucağı 63 dərəcə, AOC bucağı isə 15 dərəcədir. COB bucağı neçə dərəcədir? Bax sənə belə bir bucaq çəkib, düzdür? O, A, C, B. Və sənə deyir ki, AOB bucağı, yəni AOB. Gördün, qırmızı xəttdən xəttlədim. AOB neçə dərəcədir? 63 dərəcə. Və AOC bucağı isə 15 dərəcədir. AOC, bir dənə rəngini dəyişdim. Bax, bu mavi rəngdə rənglədiyim yeri var. Ha, həmişə hərflərdən bax ki, asan tapasan. Bura isə neçə dərəcədir? 15 dərəcədir. Ümumilikdə də 63 dərəcədir. İndi səndən bilsən nə istəyir? Səndən COB-ni istəyir. Mən də bilirəm ki, bunun hamısı bir yerdə böyük bucaq 63 dərəcədir. 63 dərəcədən də 15 dərəcə buradır. 63-dən 15 çıxacaqsan, bərabərdir eləcək 48. Yəni COB bucağı neçə dərəcədir? 48 dərəcə. Yəni hansı variantdır? A variantı. Deyir, hansı fiqurun açılışında 2 dənə dairə var? Bax, konusun, gəl göstərək də. Bayaq göstərdim yuxarıda, ha, konus çəkdim bir dənə. Dedim, çosanın papağına oxşur elə bir. Bax, bir dənə belə də elə bir bircə dənə dairə var da. Onsuz bir dənə 3 bucaqdır, bir dənə də belə dairə. Bu konusun açılışıdır. Amma silindrə bax indi. Biri yuxarıdadır, biri də aşağıdadır. Bax, belə dümdüz açılır. Çox möhtəşəm çəkirəm, onu bilirəm. Hə, yəni burada hansı variantdır uşaqlar? B variantı. Sonra keçək 8-ci suala. 360 dərəcənin 6da 5 hissəsi neçə dərəcədir? Bu da qəşəng sualdır. Baxın uşaqlar, 360 vur 6da 5. Yəni 360-ı məxrəcə bölürsən, 6-ya böldükdə neçə düşəcək? 60. Sürətə də vurursan, 60 vur 5 neçə eləyəcək? 300. Yəni hansı variantdır? Əlbəttə ki, A variantı. Deyir, hansı nöqtənin koordinat başlanğıcından 5 vahid yuxarı, 3 vahid sağda? Yenə yuxarı hissə dedim Y-i göstərir, sağa getdisə, onda da əlbəttə X-i göstərir. Gəl baxaq. Yəni mənə nə lazımdır bilsən? Mən dedim axı, birinci X-i göstərir, ikinci Y-i. Yəni hansının 3 vahid sağda X-i 3-dür, Y-i isə 5-dir. Mən bu koordinatı tapmalıyam. Məsələn, baxaq K-yə. Deməli, X, yəni 2-də dayanıb, Y-i neçədir? 5. Bu 2-nin 5-ədir. Ödədir? Xeyr. Sonra baxaq M-ə. Məsələn, M-də X 3-dür, Y neçədə dayanıb? Bax, düz 5-in yanında. Bu da 5-dir, bu da ödəmir. Sonra N-ə baxırsan, N-də X 4-dür. Bax, Y-in isə o da 4-dür. Yəni, bu da 4-ün 4-ədir. Bu da ödəmir. K, N, M. Əlbəttə ki, qalır C. Yəni, L-ə baxaq. Gəl görək, L ödəyir, yoxlayaq. Aha. Baxıram ki, X-im 5-dir, Y-im isə 3-dür. Hə, uşaqlar, mən burada səhvlik etmişəm. Baxın, özüm yazmışam burada. Yorğunluqdan bilmirəm artıq nə danışıram. Baxın, burada 3-ün 5-ə elə tapmışam da. Bax, heç özünüz demirsiniz. 3-ün 5-ə M variantı, yəni M. Burada doğru cavabımız olacaq M. Yəni ki, uşaqlar, özünüz də gözünüzün qabağında görsən ki, bizə də 3-5 lazım idi də. Görsənmi? Mənə də 3-5 lazım idi. Elə 3-5 M-in koordinatıdır. Yəni burada hansı variantdır? D variantı. Sonra 10-cu sual. Deyir, göstərilən zərin açılı şəkli hansıdır? Mən buradan görürəm ki, bax, yandan bir görsənməlidir. Bax, buraya fikir ver bir dənə, elə bunun üstündə göstərəcəm mən. Bax, yandan bir görsənməlidir. Bu orta, yəni bunun alt hissəsini bilmirəm də. Bax, bura 2 göstərməlidir. Üstdən birinci 6 qoşa 4 qoşa gəlməlidir. Bunun da o yanını bilmirəm də. Bax, bu tərəfini bilmirəm. Mən bilirəm ki, ortadakı 4 qoşa olmalıdır. 4 olmalıdır. Mən də baxıram şəkillərə, görürəm bunu burada 6 göstərib. Bu mənə lazım deyil. Qalıram A, C, D arasında. Mən də bilirəm ki, bu kənar hissədə açılan 1 olmalıdır. Görürəm bu 1 olan, burada 2-dir lazım deyil. Burada 5-dir lazım deyil. Aha, D variantı. Hər şey uyğun gəlir. Bax, 2 buradadır görsən. İndi onun alt hissəsi deməli 3 imiş. Bu yan görünməyən tərəf 5 imiş. Yəni qəşəng maraqlı sualdır. Belə çətin gəlməsin sənə. Sonra keçək çətin tiplilərə. Deyir ki, hər hansı düz xəttə nəzərən simmetrik alınan fiqur necə alınır? Yəni fərq etmir də, simmetrik olmalıdır. Yəni bu əlbəttə ki, güzgü əksi olacaq. Yəni bu belə bir tərif də kitabınızda var. Yəni bu doğru cavab burada güzgü əksidir. Yəni C variantı. Növbəti sual. Üçbucaqları xəttlər üzrə qatladıqda hansı fiqur alınır? Əlbəttə ki, hansı alacaq? Piramida. Baxın, gəlin bir şey deyim. Piramidadan prizma bəzən uşaqlara dolaşdırır. Yadında saxla ki, bunun 2 dənə oturacağı varsa bu prizmadır.
Qutardı, mümkünatı yoxdur. Piramidada bircə dənə oturacaq var. Mən də görürəm ki, bunda bircə dənə oturacağı var. Bunu da hamısını birləşdirsən, əlbəttə ki, nə alınacaq? Piramida. Ona görə mən də görürəm üçbucaqdır bunun tərəfləri. Olacaq üçbucaqlı piramida. Sonra, yəni gözündə qorxutmayın balam. Sonra keçək 3-cü suala. Deyir, verilən fiquru romba tamamlamaq üçün D nöqtəsinin koordinatları neçə olmalıdır? Romb bilirsiniz də, belə paxlavanı gözünüzün qabağına gətirin. Romb. Müəlliminizin rəssamlıq qabiliyyətində söz ola bilməz. İndi mənə D nöqtəsi lazımdır. Mən də düşünürəm ki, bu B ilə düz gəlməlidir, düzdür? Ona görə bura, bu niyə belə oldu? Bax, bu B ilə 4 düz buradan, yəni 4-dən başlayıram uşaqlar. 4 və mən də neynəməliyəm? Bununla birləşdirməliyəm axı bunu. Yəni x-ım 4-dür. Bax, buradan belə gəlirəm. Buradan da belə gəlirəm. Harda birləşdim? 2-də. Baxın. Yəni 4-də şey olur. Yəni ikinci xəttdə birləşir. Baxın, bir dənə bunu sərgəzsəydim, başa düşməyəcəksiniz. Bax, düz burada 2 xəttin birləşməsi burada baş verdi. Çünki mən buradan götürdüm. Buradan belə çəkəndə görsən, burada birləşdi. O da olacaq hansı variant? A variantı. Sonra keçək 4-cü sual. Deyir, radiusun çevri üzərindəki ucu 4-də 3 dövr edərək radius neçə dərəcə dönər? Yenə dedim, bayaq yuxarıdakı misalın oxşarıdır. Biraz rəqəmlər verib ki, çox hesablama olsun. Tam dövr 360 dərəcədir. 360 dərəcənin 4-də 3-ünü tapırsan. Yəni 360-ı yenə deyirəm, məxrəcə bölürsən, düşəcək 90. 90 da sürətə vurursan, düşəcək 270. Yəni 4-də hansı variantdır? Əlbəttə variant. Bunun rəngi niyə belə oldu? A variant. Keçək 5-ci suala. Bax, əvvəlcə sənə belə deyim, qoy belə izah edeyim də. Bax, bir nöqtədə kəsişən. Tutaq ki, bu bir sənin bir dənə nöqtən olsun. Bax, belə də gedə bilər. Bax, gördün, bax, bu düz xətt gəldi bu nöqtədən, keçdi. Bu bir düzdə, ay aman. Uşaqlar, müəlliminiz o qədər ürəkdən başa salır ki, maşallah. Ekranı falan bir-birinə qatdı. Deməli, baxın, yenidən izah edəcəm. Deməli, bax, belə deyirdim sənə, bir dənə nöqtən olur sənin. Bax, bir dənə belə düz xətt keçirdirsən buradan, düzdür, maşallah, düz xəttim. Aha, və bunu deyir, kəsişən deyir, düzdür. Bax, hər hansı bir belə bir dənə bir xətt keçəndə, bu məcbur, bunlar bir-birlərinə kəsişir də. Və deyir, perpendikulyar olmayan. Bax, buna deyirlər perpendikulyar. Bax, bura bax. Bax, belə bir olan perpendikulyar. Perpendikulyar da olan, bax, bu hansı bucağa oxşur? Bu düz bucağa oxşur, bu da 90 dərəcədir. Bizim bununla işimiz yoxdur. Çünki mənə burada özü deyir ki, perpendikulyar olmayan iki düz xətt arasında, deməli, mənə düz bucaq lazım deyil. Mən variantlardan işimi asanlaşmaq üçün düz bucaqları çıxdım. Qaldı kör iti və açıq bucaq. Əlbəttə ki, açıq bucaqda ola bilməz. Çünki buradan açıq bucaq yaranır uşaqlar. Xeyr, yaranmır. Açıqda gedir. Kör və iti bucaq. Bax, bura bax. Bax, bu sənin iti bucağın. Özüm şəkildə göstərdim də. Bu sənin iti bucağın. Bu da sənin kör bucağın. Həm kör, həm iti. Oldu B variantı. Sonra 6-cı sual. Deyir ki, COD bucağın dərəcə ölçüsünü tapın. Bura bax. COD məndən bax buranı istəyir. Mən də baxıram ki, bax bunu belə qoy bir dənə rəngini dəyişim. Görürəm ki, bax bu bir yerdə beləcə açıq bucaqdır da. Mən də açıq bucağın dərəcə ölçüsünü bildiyimə görə bilirəm ki, açıq bucağın dərəcə ölçüsü 180 dərəcədir. Görürəm 36-dan 28-i verib. Neçə eləyir bunlar? 64. 180-dən də çıxacam ki, 64 dərəcə. Görüm COD-yə nə qədər qalıb. 180-dən də 64 çıxanda neçə qalacaq? 116. Yəni hansı variantdır? B variantı. Düz çıxdımsa B-dir. 116, 64. Bəli. Sonra keçirik 7-ci sual. Bax, bu 7-ci sual 2025-ci ilin monitorik 4-cü siniflərin imtahanında bilmirəm hansı variant idi, amma düşmüşdü. Eyni riyaziyyatda bu sual. Yəni, buna diqqətlə qulaq asın. Hər bir çevrənin radiusu 3 sm olarsa, OB parçasının uzunluğu nə qədərdir? Bax, bu, deməli, bax, bu çevrənin biri. Hocam, rənglərdən verəcəm. Bu çevrə, ikinci çevrə. Bu, üçüncü çevrə. Və sənə deyir ki, hər bir çevrənin radiusu 3 sm olarsa, bax, bu birinci qara rəngli çevrənin radiusu 3-dür. Məcbur bu birisinin çevrəsi də 3-dür. Çünki hamısının radiusu 3-dür. Və digərinin də radiusu 3-dür. Və məndən AOB, daha doğrusu
OB xəttini soruşur. Bax, bu ortadan gedən xətt var, ha, məndən oranı soruşur. Mən də bilirəm ki, hər bir çevrənin radiusu 3 sm-dirsə, OB bərabərdir 3 üstəgəl 3 üstəgəl 3. Neçə eləyəcək? Əlbəttə edəcək 9. Yəni hansı variantdır? D variantı. Bu qədər. Sonra deyir səhv fikri seçin. Açıq bucağın yarısı düz bucaqdır. Maraqlıdır. Bəli, çünki 180 dərəcə, mən bilirəm ki, açıq bucaq 180 dərəcədir. Bunun yarısı da 90 dərəcə eləyir. Mən də dedim axı bayaq, düz bucaq 90 dərəcə olur. Yəni A variantı düzdür. Bizim A variantı ilə işimiz yoxdur. Keçək B variantı. İki iti bucağın cəmi iti bucaq ola bilər. Məsələn, sən bilirsən ki, 0-dan 90 dərəcə arasındakı bucaqlar iti bucaqdır. Elə 0-dan böyük 90-dan kiçik bir dənə bucaq götürürüm. Məsələn, olsun 72. Bir dənə də başqa iti bucaq götürürüm. Məsələn, olsun 48. Bərabər deyəcək 120. Mənə deyir ki, cəmi iti bucaq ola bilər. İti bucaq, bu indi 120 kör bucaqdır da. Görə iti bucaq da alına bilər. Tutaq ki, 18 üstəgəl 23. Bunun hər ikisi də iti bucaqdır da. İti bucağın dərəcələri ola bilər. 18-dən də 23 neçə eləyəcək? 41. Aha, bu da yenə iti bucaq aldı. Yəni ola bilər. Ola da bilər, olmaya da bilər. Sənə burada mütləq demir, ha, yalnız elə iti bucaq olar. Yəni hər iki variant olar. Aha, bunu da düz deyir. Sonra keçək C-yə. Deyir, kör bucaqdan kiçik olan bütün bucaqlar iti bucaqdır. Kör bucaqdan kiçik olan bütün bucaqlar deyilir. Ha, bax, bütün düzdür. Sən bilirsən ki, 0 dərəcədən 90 dərəcə arasında iti bucaq olur. 90 dərəcədən böyük, 180 dərəcədən kiçik bucaqlar da kör bucaq olur. Amma burada bütün deyir. Bəs ortada 90 dərəcə var. Yalnız 90 dərəcə olanlar da düz bucaqdır. Bəs onu niyə demirsən? Yalnız deyirsən ki, hamısı iti bucaqdır. Yəni ona görə C variantı səhvdir. D-də nə deyir? Deyir, kör bucaqla iti bucağın fərqi düz bucaq ola bilər. Bəli, niyə olmasın? Məsələn, bax elə burada kör bucağım 120 dərəcə idilə. 120-dən 41 çıx, qalacaq neçə? 81. 81 iti bucaqdır da. Bəli, 81 ola da bilər və yaxud da 120 dərəcə kör bucaqdan sən 30 dərəcə iti bucağı çıx, 90 dərəcə qaldı. 90 dərəcə də düz bucaqdır. Yəni D də düz deyir. Maraqlı sual idi. Burada uşaqlar görürsən ki, bax bunun başlanğıcı verilib, yenə bunun başına nə iş gəldi? Görürəm ki, bunun başlanğıcı verilib bir dənə şua. Bax, bu düz xətt belə şuadır da. Bunun üstünə neçə dənə nöqtə qeyd edilir? 1, 2 dənə. A şuası, B şuası. Neçə dənə şua var? 2 dənə. Yəni B variantı. Sonra 10-cu sual. Deyir, A8-4 nöqtəsində hansı istiqamətdə irəliləsək, B2-də 2 nöqtəsinə çatarıq. Müəlliminiz yenə rəssamlıq qabiliyyətini göstərsin. Bura bir dənə koordinat oxu çəksin. Bura bilirik X-dir, bura Y-dir, bura 0-dır. Sərgəst olsa daha nə edək? Bax, bura mən də demişəm axı, A8 4-dür, düzdür? X 8-i göstərir. Yəni bura 8-dir, Y-im neçədir? Y-im də 4-dür. Və deyir, neçə vahid irəliləsək, B2-nin 2 olar. Yəni hər ikisi də 2 gələr də. Burada 2. Deməli, bura 2-yə gəlmək üçün neçə vahid aşağı düşməlisən? 2 vahid aşağı düşməlisən. Yəni Y-in 2 vahid aşağı gəlməlisən ki, Y 2-yə düşsün. 8-də 2 vahiddə sola gəlmə, yəni daha doğrusu 2 burada 2 olmaq üçün 6 vahiddə sola gəlməlisən ki, gəlib burada B nöqtəsinə gəlib çatasan. Yəni 6 vahiddə sola. Yəni hansı variantdır? 6 vahid sola, 2 vahid aşağı. Yəni hansı variantdır? B variantı. Belə. Deməli uşaqlar, indi keçirik Azərbaycan dili mətnlərinə. Deməli bu nədir? Baxaq, bədii mətindir. Birinci mətnimiz. Bir adam hökmdara verilən dərs. Bir adam o qədər ac idi ki, dayana bilmədi və armud oğurladı. Onu cəzalandırmaq üçün hökmdarın yanına gətirdilər. Oğru hökmdarın huzurunda olanda dedi: "Hökmdar, çox ac idim. Dözə bilmədim. Oğurladım və yedim. Sizə yalvarıram, məni bağışlayın. Əgər məni əfv etsəniz, sizə əvəz olmaz bir hədiyyəm olacaq." Hökmdar dedi: "Sənin kimi birində əvəz olmaz nə ola bilər ki?" Oğru ovcundakı armud tumlarını ona uzatdı. Bu tumları əksəniz, bir gün ərzində qızıl meyvələr verən bir ağacın çiçəkləndiyini görəcəksiniz. Hökmdar güldü. O zaman bu ürək. Qızıl meyvələri görəndə səni bağışlayaram. Yoxsul adam dedi: "Hökmdarım, oğru olduğum üçün bu tumları mən əkə bilmərəm. Bu tumları ancaq ömründə heç vaxt başqasının malına əl uzatmamış, haqq tapdamamış, yalan satmamış bir əkə bilər. Toxum ancaq o zaman öz təsirini göstərə bilər.
Əks halda onu əkənə əzab verər, dayanılmaz ağrılarla öldürər. Bu tumu yalnız siz əkib başa gətirə bilərsiniz. Hökmdar qorxdu. Bir müddət düşündü. Sonra da kəskin səs tonu ilə dedi: "Mən bağban deyiləm. Bu vəzifəni vəzirlərə verin və qızıl meyvələri görək." Yoxsul kişi tumu vəzirə təhvil verdi. Vəzir təlaşla hökmdara tərəf çevrildi və etiraz etdi: "Mən əkin-biçin işlərində çox bacarıqsızam. Sehirli toxumu israf edərəm. Məncə bu toxumu xəzinədar əksin." Xəzinədar da dərhal bir bəhanə tapdı və bu vəzifəni başqasına təhvil verdi. Orada onların hamısı uydurma bəhanələrlə tum səpmək vəzifəsindən bir-birindən imtina etdilər. Hökmdar bir müddət sükut içində düşündü. Vəzirə, xəzinədara və bütün məmurlara baxaraq anladı ki, sonra dedi: "Gəlin bu oğruya tumun necə qızıl meyvə verdiyini hamımız bir yerdə göstərək." Cibindən bir qızıl pul çıxartdı və kasıb kişiyə uzatdı. Hamı da ardıcıl olaraq cibindən qızıl pul çıxardı və ona verdi. Sonra hökmdar gülərək yoxsul adama dedi: "İndi isə çıx get buradan. Bu dərs bu günlük hamımız üçün bəs etdi." Yəni görürsüz də, hökmdarın yandaşlarının heç biri də dürüst davranmayıb, vəzifələrini layiqincə yerinə yetirməyiblər. Birinci sual. Oğrunun armud oğurlaması səbəbi nə idi? Elə başda deyir ki, ac idi. Yəni B variantı. Oğru hökmdara nə vəd etdi? Yəni oğru hökmdara nə dedi? Dedi ona armud satacağını, xeyr. Qızıl meyvə verən ağacın çiçəkləndiyini göstərəcəyini, bəli. Hökmdarın vəziri olacağını, xeyr. Ona torpaq verəcəyini, xeyr. Nəyi var idi ki, bir oğrunun onu torpaqda versin? Mətndə nədən danışılmır? Oğruluqdan, elə əsl oğruluqdan danışılır, yoxsulluqdan. Elə yoxsul idi ki, armud oğurlayır, qorxudan. Hər kəs qorxdu, heç kəs onu əkməyə cürət etmədi. Xeyirxahlıqdan xeyr, belə bir şey yox idi. 4-cü sual. Hökmdarın oğrunu bağışlamaq üçün qoyduğu şərt nə idi? Oğru çox pul verməli idi, xeyr. Oğru ağacı meyvələrin qızıl olmasını sübut etməli idi, bəli. Oğru oğurladığı armud qədər meyvə gətirməli idi, xeyr. Oğru tumları əkməli idi, xeyr. 5-ci sual. Deyir, mətndəki nöqtələrin yerinə hansı fikir yazıla bilər? Baxaq görə mətndə nöqtələrin yerində nə var? Deyir ki, hökmdar, xəzinədar bütün məmurlara baxaraq anladı ki, ətrafındakı halal və təmiz insanlar deyil. Bəli, bəli. Çünki meyvəni həmin adam əkərdi. Əgər halal, təmiz olmayan, işinin öhdəsindən gələ bilməyən bir insan əkərsə, o əzab çəkəcəkdir. Bütün vəzirlər ədalətlidir, xeyr. Yoxsa adam günahsızdır, xeyr. Yalnız özü bu işin öhdəsindən gələ bilər, xeyr. Sonra 6-cı sual. Deyir, hansı sualın cavabı mətndə yoxdur? Mətnə görə, mətndə oxuduğum məlumata görə cavab ala bilirəmsə, onu götürməyəcəm. Özümün fantaziya qurmuram, güman, şübhə etməyəcəm. Mətndə nə oxumuşam, nə məlumat verilib bu. Yoxsul insan nə üçün oğurluq etdi? Çünki ac idi. Cavab var, götürməyəcəm. Armud toxumunu kim əkdi? Bilinmədi kim əkdi. Elə kisə falanı qaldı, hara getdi, neynədi bilinmir. Yoxsul adam kimin toxum əkməsini istədi? Hökmdara uzatdı ki, siz əkin, çünki siz hökmdarsınız da, indi ədalətlisiniz, haqq tapdalamayıbsınız, kiminsə pulunu əlinə almamısınız. Armud tumları necə insan əkməlidir? Orada da deyir ki, filan xüsusiyyətdə olan insanlar əkməlidir. Halal, təmiz insanlar əkməlidir də, o da var. Onda burada doğru cavab B variantıdır. Mətnə əsasən səbəb nəticə cədvəlini tanımlayacaq fikri müəyyən edin. Yoxsul adam hökmdarın yanına gətirdilər. Səbəb nə idi? Yoxsul bir adam armud oğurlar. Bəli, elə hansı variantdır? A variantı. Xəzinədar toxum əkməkdən boyun qaçırır. Xeyr, hökmdar toxum əkmək vəzirlərinə vəd edir. Xeyr, yoxsul adam hökmdar və adamlara dərs verir. Bizim nəticəmizə uyğun səbəb tapmalıyıq. Yəni A variantı. Hansı fikir qarşısında verilmiş obraza aid edilə bilməz? Düşdüyü vəziyyətdən çıxmaq üçün yol tapır. Bəli, yoxsul adam tapır. Bu doğrudur. Deyir, aid edilə bilməz. Qarşısındakı insanı qiymətləndirməyi bacarır. Yəni 8-ci sualda hökmdar ona verilən dərsi qarşısındakı insanı qiymətləndirməyə bacarır. Hökmdar ona verilən dərsi çox yaxşı anlayır və deyir ki, indi isə çıx get buradan, sənin verdiyin dərs bizə ömürlük bəs edər. Yəni bu da var. Hökmdar onu qiymətləndirir. İşi öz boynundan atmaq üçün bəhanə gətirir xəzinədar. Toxum əkməyi öz öhdəsinə götürür. Xəzinədar bəli, o da götürmür. Toxum əkməyi öz öhdəsinə götürür. Vəzir xeyr, səhvdir. Vəzir də götürmür. Xəzinədar da, hökmdar da hamısı da qorxur ki, bir də əzab çəkərlər. 9-cu sual. Mətnə əsasən hansı hökmdar obrazına aiddir? Vəzirlərini işdən çıxartdı, xeyr. Hamısı bir kisə qızıl verdi və dedi ki, heç bir şey demədi. Ətrafındakı vəzirlər çox ədalətli idi, xeyr. İnsanların haqqına girmişdi. Bəli, elə ona görə toxum əkmədi. Yoxsul insanlara qarşı mərhəmətli davranırdı, xeyr. Onda onu oğurlayıb bir armuda görə gətirməzdi də saraya.
10-cu sual. Ac adamın armud oğurlaması mətnin hansı hissəsinə aiddir? Əlbəttə girişdə məlumat verir də bizə nəyə görə getdiyini girişdə deyir. Fərqləndirilmiş ifadənin düzgün mənası hansıdır? Baxaq, burada bayaq var idi, oxuyanda görmüşdüm. Qırmızı rənglə olan. İsraf edirəm. Yəni, fərqləndirilmiş ifadənin düzgün. Faydalı işlə məşğul olmaq, xeyr. Ehtiyacı olduğundan artıq xərcləmək, yəni B variantı. Bir şeyi səmərəli istifadə etmək, xeyr. Elə səmərəsiz istifadə etmək, bir şey haqqında düşünmək, xeyr. Yəni, doğru cavab B variantıdır. Qarşısına rəqəm yazılmış hansı cümlədə məcazi mənalı ifadə işlənmişdir? Baxaq. Birinci cümlə. Onu cəzalandırmaq hökmdarı yanına gətirilir. Xeyr. Oğru ovcundakı armud toxumlarını uzatdı. Xeyr. Burada hər şey həqiqi mənadadır. Bu toxumları ancaq ömründə heç vaxt başqası malını əl uzatmamış, haqq tapdamamış, yalan satmamış biri əkə bilər. Yəni, yalan sata bilirsən, xeyr. Haqqı tapdalaya bilirsən, xeyr. Yəni, bu məcazi mənadır. Elə hansı cümlədədir? Yəni, 3 rəqəmi ilə yazılmış cümlədədir. Yəni, hansı variantdır? C variantı. Növbəti 13-cü sual. Hökmdarın yoxsul adama qızıl pul verməsi nəyi simvollaşdırır? Oğrunun əməllərini təkrarlamasını istərdi, xeyr. Xeyirxah olduğunu nümayiş etdirmək istəyir, xeyr. Oğrunu mükafatlandırmaq istəyir, xeyr. Öz səhvini anlamışdı, yəni variant. 14-cü sual. Hökmdarın bu hadisədən götürdüyü dərs nə idi? İnsanın əsl niyyətini hər zaman başa düşmək vacibdir. Xeyr, belə bir şey yoxdur. Yalnız zəngin insanlar doğru hərəkət edə bilərlər. Xeyr, bütün məmurlar işini düzgün görməlidirlər. Bəli, onun götürdüyü dərs o idi ki, hər kəs işini düzgün görməlidir. Heç kəs işini düzgün görməmişdi ki, o armud toxumunu əkməyə cürət etmədi. Bağışlamaq və dərs almaq bəzən daha faydalıdır. Xeyr. Əsas götürdüyü iş bu idi ki, hər kəs öz işini düzgün görməlidir. Bağışlamaq nə idi? Mətnə əsasən səhv fikri müəyyən edin. Oğru armud oğurladığını etiraf etdi. Bəli, deyir ki, mən ac idim ki, getdim, oğurladım. Məndən nə istəyir? Məndən burada səhv olan istəyir. Bu düzdür. Hökmdar və məmurlar tum əkməkdə imtina etdilər. Düzdür. Oğru hökmdara çox pul vəd edərək bağışlanmağını istədi. Yox. Oğru tumun əkildikdən sonra qızıl meyvələr verəcəyini söylədi. Bəli, deyir, söyləyir, amma burada hansı variantdır? C variantı. Yəni, bizdə çünki səhv istəyirdi də. 15-dir. Növbəti informativ mətn Xarı bülbül. Qəşəng, maraqlı və sizin üçün faydalı bir mətindir. Baxaq. Xarı bülbül səhləbçimlər fəsiləsinə daxil olan çoxillik dekorativ ot bitkisidir. Elmi adı Qafqaz qaş səhləbi olsa da, hamı onu xarı bülbül kimi tanıyır. Bitkiyə bu ad bülbülə bənzədiyinə görə verilmişdir. Xar sözü dikan mənasını verir, yəni tikan üstündə oturub oxuyan bülbül deməkdir. Xarı bülbül tikan üstündə oturub oxuyan bülbül deməkdir. Yalnız xüsusi becərilmə qaydalarına riayət etməklə yetişdirmək olar. Tozlanmaq xüsusi həşəratların köməyi ilə baş verir. Belə ki, çiçəyin gözəl görünüşü həşəratları özünə cəlb edir. Bu bitki aprel və may aylarında çiçəklər, iyun ayında isə meyvə verir. Sülh və məhəbbət gülü adlanan xarı bülbül Azərbaycan Respublikasının qırmızı kitabına daxil edilmiş nadir növ çiçəkdir. Belə qiymətli bitkilərin çoxaldılması, qorunub saxlanılması vacibdir. Bitkilərin qorunması məqsədi ilə yeni yayılma yerlərini müəyyənləşdirməsi, yasaqlıqların təşkil edilməsi kimi tədbirlər görülür. Azərbaycanda xarı bülbülə əsasən Şuşa və ətraf ərazilərdə, Samur, Dəvətçi, Kür, Araz və Xəzər sahili ovallıqlarda, Abşeron, Kiçik Qafqazın cənub rayonlarında rast gəlinir. Daha çox otlu yamaçlarda, meşə açıqlıqlarında və kolluqlarında çiçək açır. 30 il ərzində düşmən əsarətində qalan Azərbaycan torpaqları kimi xarı bülbül də bu gün qəfəsdən çıxıb azaddır. Bu gün Azərbaycanın qələbə rəmzinə çevrilən xarı bülbül vətən uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsini simvolizə edir. 16-cı sual. Hansı xarı bülbülə aiddir? Bitkinin istənilən becərilmə qaydası yetişdirmək mümkündür. Xeyr. Öz orada deyir ki, onun müəyyən becərilmə qaydasına riayət etməlisiniz. Bu bitki sentyabr və oktyabr aylarında çiçəklər, xeyr. Aprel, may və iyunda meyvə verir. Əsasən otlu yamaçlarda, meşə açıqlarında və kolluqlarında çiçək atır. Bəli, C variantı. Adı tikan üstündə uçan bülbül, xeyr. Tikan üstündə oturan
Oturub oxuyan bülbül mənasını verir. 17-ci sual. Xarı bülbül bitkisinin qiymətli olması nəzərə alınaraq hansı tədbirlər görülür? Dövlət tərəfindən əhəmiyyətli addımlar atılır. Elə hansı variantdır? A variantı. Nəsli kəsilməkdə olan bitki və heyvanlar. Heyvan nədir? Yox. Toxumlarını nümunə götürmək. Xeyr, belə bir şey verilmədi. Təbiətlə bağlı təhlükəsizlik tədbiri. Təbiətlə heç bir belə bir şey demədi. Dedi, dövlət müəyyən tədbirlər görür. 18-ci sual. Mətnə əsasən hansı doğrudur? Hal-hazırda Xarı bülbül Azərbaycan Respublikasının qırmızı kitabından çıxarılmışdır. Xeyr, daxil edilmişdir. Azərbaycanda Xarı bülbül əsasən Masallı rayonu və ətraf ərazilərdə geniş yayılmış. Heç Masallının adını çəkdi? Əlbəttə ki, xeyr. Xarı bülbül el arasında sülh və müharibə gülü kimi tanınır. Xeyr. Bax, buraya bax indi mətnə deyir ki, Xarı bülbül sülh və məhəbbət gülü. Amma bu nə deyir? Sülh və müharibə. Xeyr. Xarı bülbülün elmi adı Qafqaz Qaş Səhləvidir. Bəli, orada da elə qeyd edilmişdir. 19-cu sual. Mətnin son abzasında fərqləndirilmiş hissənin məzmununa aid olan ən uyğun variant hansıdır? Nə deyir? Deyir ki, mətnin son abzasında 30 il ərzində düşmən əsarətində qalan torpaqlarımız kimi Xarı bülbüldə orada əsarətdə idi. Artıq deyir, onlar işğaldan azad olduğuna görə Xarı bülbüldə azad olmuşdur. Yəni, buna uyğun görək ən yaxşı variant hansıdır? Vətən bağı al-əlvandır, yox içində Xarı bülbül. Xeyr. Bülbül sən nala çəkirsən, göz yaşını gilə tökürsən. Yəni, orada müsbət bir şey deyir də, axırıncı abzasda. Yəni, sən niyə mənfi bir şey axtarasan ki? Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi. Xeyr. Ən uyğun variant D variantıdır. Çünki orada da müsbət bir aura var da, axırıncı abzasda. Azadlığa çıxıbdır, Şuşa yenə nazlanır, hər gülün budağında bülbüllər pərvazlanır. Yəni, hansı variantdır? D variantı. Ən uyğun variant. 20-ci sual. Xarı bülbül bitkisi hansı fəsliyə aiddir? Elə orada da deyir ki, Səhləb kimilər fəsliyyəsinə aiddir. Yəni, lap başda deyir. 21-ci sual. Mətnə əsasən Xarı bülbülün hansı simvolik məna daşıdığını müəyyən edin. Mədəniyyət və incəsənət? Xeyr. Təhsil və elm? Xeyr. Təbiət və gözəllik? Xeyr. Axırda deyir ki, qələbə və şəhidlərin xatirəsini simvolizə edir. Yəni, axırıncı cümlə elə məhz o idi. Mətnində hansı sualın cavabı yoxdur? Deyir, Azərbaycanda Xarı bülbül hansı ərazilərdə çiçək açır? Elə qeyd edilir cənub rayonlarında, Abşeronda, Xəzər avalıqlarında və s. yad deyir. Xarı bülbül sözün mənası nədir? Onu izah edir ki, xar tikan mənası deməkdir. Tikan üstündə oturan bülbülün mənasıdır və oxuyan bülbülü xarakterizə edir, yəni var. C variantı hal-hazırda Şuşa və ətraf ərazilərdə bitən xarı bülbüllərin sayı nə qədərdir? Heç belə bir şey yox idi. Xarı bülbülün qorunması məqsədilə orada da müəyyən tədbirlər haqqında danışılır. 23-cü sual. Xarı bülbül Azərbaycanın hansı ərazilərində daha çox yayılıb? Şuşa və ətraf ərazilərdə. Bunu hər kəs çox yaxşı bilir. Yəni, hansı variantdır? D variantı. 24-cü sual. Mətnə əsasən xar sözü nə ifadə edir? Bayaq dedim ki, tikan mənasını ifadə edir. Yəni, B variantı. 25-ci sual. Mətndə bu yarım başlığa rast gəlinmir. Xarı bülbülün bitdiyi ərazilər deyə bilərsən və qoya bilərsən. Yəni, uyğun gəlir. Sonra, xarı bülbül dekorativ bitki növüdür. Yəni, bəzək kimi var, bu da var. Xarı bülbül nadir bitki növüdür. Bəli, bu da var. Yəni, 25 bu da var. Xarı bülbülə bağlı rəvayətlər heç bir rəvayət haqqında. Çünki həm elmi mətndə, həm də rəvayətin nə işi var burada. Sonra, biri mətndə qırmızı hərflə verilmiş sözə əvəz edə bilər. Baxaq görək qırmızı hərflə verilmiş söz. Yasaqlıqlar, yəni qoruqlar kimi də. Yəni, hansıdır? Yasaqlıqlar qoruq mənasını verir. Yəni, variant qorunması üçün müəyyən bir ərazi olur. Qoruqlar orada nəsli kəsilməkdə olan heyvanlar, bitkilər müəyyən tədbirlər altında qorunurlar. 27. Xarı bülbül bitkisini harada rast gəlmək mümkün deyil. Yəni, bizə bunu soruşur. Tamam. Hardizak. İzahım harda qaldı? Bəli, uşaqlar, öz-özümə danışmışam, videoda çəkib, yəni mikrofon bağlı olub. Deməli, harda qalmışdım?
28 deyir, xarab bitkisi nə vaxt çiçək açır? Mətndə də qeyd etdik ki, aprel və may aylarında. Mətndə haqqında bəhs olunan bitki hansıdır? Xarab bülbül, yəni görürsüz bülbülə oxşayır, tikan üstündə oturub oxuyan bülbül mənasını da verir. Yəni D variantı. 30-cu sual deyir, cədvələ əsasən uyğunluğu müəyyən etdim. Bu cədvəldə uşaqlar bəzən çox çətinlik çəkir. Bax, doğrudur olanların altında hamısı doğru olanları götürməliyəm. Səhvdir olanın altında da səhv olanları götürməliyəm. İndi sual verir. Birinci, xara bülbül cavab, yəni məlumat verir. Xara bülbül yalnız Şuşada bitir. Xeyr, səhvdir. Heç bunu götürməyəcəm. Çünki mənə doğru fikir lazımdır. Xara bülbül qırmızı kitaba daxil edilib. Bəli, 3 doğrudur. Bax, 3-ü götürəcəm. Səhvdir, səhvin altı. Xara bülbül sadə təmsil edir. Xeyr, məhəbbət və sülh və məhəbbəti təmsil edir. Yəni 2 səhvdir. 2, 3. Hansı variantdır? C variantı. Xarı bülbülün tozlanması işarət vasitəsilə baş verir. Bu doğrudur. Mən də doğrunu götürməyəcəm. Çünki səhvin altına səhv fikri götürməliyəm. 2, 3. Yəni C variantı. Sonra yenə riyaziyyat suallarına gəlirik. Orta çətin səviyyəsində suallardır. Mən bir dənə ekranı 2-yə bölüm, qeyd yerini açım. Deyək ki, uşaqlar 31-ci sualda üçbucaqlı prizmanın yan üzü neçədir? Hansıdır? Əlbəttə ki, B variantı. Bax, bir dənə müəllim rəssamlıq qabiliyyəti. Dedim, 2 dənə oturacağı olan prizmadır. Bax. Görsən, şeyə oxşuyur. Bax, 4 bucağa. Yəni B variantı. Sonra ikinci sual. Deyir, Şuşa neçə Şuşa təsvir olunur? Bayaq dedim ki, hər bir nöqtə, burası varsa, yəni başlanğıc nöqtəsi varsa, neçə dənə nöqtə varsa, o qədər də Şuşa var. Yəni bir dənə A şüası, bir dənə B şüası, bir dənə də C şüası. Yəni 2 dənədir, 3 dənədir. Növbəti radiusu 4 sm, 5 mm olan çevrənin diametri nə qədərdir? Demişdim ki, çevrənin orta xəttindən mərkəzi nöqtəsinə, hər hansı nöqtəsinə qədər olan düz xəttə radius deyilir. Və radius 4 sm, 5 mm-dirsə, diametrini soruşur. Diametrdə demişəm, axı 2 dənə radiusa bərabərdir. Yəni diametr bərabərdir 4 sm, 5 mm, üstə gəl 4 sm, 5 mm. Yəni diametrdə bərabərdir santimetrlər bir topla. Neçə edəcək? 8 sm, 5 mm üstə 5 mm gələndə 10 mm edir. Və unutma ki, 1 santimetrin 10 millimetrdir. Buradakı 10 millimetrdə 1 santimetr eləyəcək. 8 burada, 1 də burada. Neçə elədi? 9. Yəni hansı variantdır uşaqlar? C variantıdır. Sonra hansı nöqtə çevrənin üzərindədir? Yəni bax bunlar da imtahana düşə biləcək sual tiplərindəndir. Yəni bunu görüb də demək ki, vay da tapa bilmirəm. Yəni asan bir şeydir. Deyir, hansı nöqtə çevrənin üzərindədir? Adam B, bir dənə qələmi açım. Uşaqlar, adam B çevrənin daxilindədir. Yəni adam D. C çevrənin xaricindədir. Çevrənin üzərində olan hansıdır? B. Yəni hansı variantdır? B. Dairə olsaydı, hə, dairənin üzərində D dənəni götürərdim. Hansı nöqtə koordinat şəbəkəsində Y qoxu üzərində yerləşir? 4, 5 həm X-dadır, həm Y-dədir. Elə özün görsən. Yəni bilsən ki, bu X-dir, bu da Y-dir. B də həm X-dadır. Yox, bir dəqiqə. İndi B-ni ayrı başa salacağam. D də həm X-dadır, həm Y-dədir. İndi bura bax. Bu X-dir, bu da Y. Bu da X-dir, bu da Y-dir. C variantındakı X-in üstündə yerləşir. Ona görə bunu götürmüsən. Amma B variantı isə yalnız Y-in üstündə yerləşəcək. Qoy bir dənə çəkim göstərim, tam aydın olsun sənə. Bura bilsən ki, Y-dir, bu da X-dir. Burası 0-dır. Bax 0-dırsa X-dən heç sən götürmüsən, elə buradadır və 5-də Y. Görsən, yalnız Y-in üstündədir. Mən X-dən falan nəsə göstərdim, xeyr. Və məndən də Y oxu istəyirdi. Ona görə də doğru cavab B variantıdır. Sonra deyir ki, tam çevrəni neçə bərabər hissəyə bölsək 30 dərəcəyə bucaq alınır. Tam çevrəm nə qədər? Neçədir? 360. Elə bir 360-ı böl 30-a bərabərdir. Nə gözəl. Bu nə idi belə çəkdim? Yəni 3 sıfırları sil ki, asan olsun da. 36-nı 3-ə bölünə neçə düşəcək? 12. Yəni 12 hissəyə bölsən 30 dərəcəlik bucaq alarsan. Yəni B variantı. Sonra gəlir 37-ci sual. Şəkildə sizin OC bucağını tapın. Bax, OC. Bax, bu hamısı bir yerdə 90 dərəcədir, düzdür? 90-ın da 34-ünü verib axı.
90 çıx 34 bərabərdir. Görək AOC-yə nə qədər qalır? Orada da qalacaq 46. Daha doğrusu 56 uşaqlar. Yəni hansı variantdır? A variantı. Sonra deyir paralel düz xətlərin neçə kəsişmə nöqtəsi var? Bayaq dedim ha, bu şeydir, perpendikulyar xəttdir. Bunlar isə paralel xəttlərdir. Bunlar heç bir-birlərinə kəsişir. Xeyr, yenə perpendikulyar dəsə dərdi nə bir dənə. Bunlar kəsişmir axı. Ona görə burada hansı olacaq? 0. Yenə Mantonik imtahanında istifadə olunmuş sual tipində baxaq. AB parçası 18 sm olarsa, iki eyni çevrənin daxilinə çəkilmiş OK parçasının uzunluğu nə qədərdir? AB parçası, bax, buraya bax. AB parçasının uzunluğu, bax, buradan buraya kimi neçədir? 18 cm-dir. Və OK parçasının uzunluğu nə qədərdir? Onu tapırsan. İki eyni çevrənin daxilinə çəkilmişdir. Sən bilirsənmi? Bax, buradan A-dan O-ya radius nə qədərdir? Bilmirsən. X. O-dan K-ya buradakı radiusu da bilmirsən, x-dir. Həmçinin bu digəri çevirən də radiusudur, bilmirsən. Bunu da bilirsən ki, edən bəyə, bunu da bilmirəm. Bilmədiyimiz məhdud bir şeyi nəyə adlandırırdı x? Neçədən x var? 1, 2, 3. Elə bir o riyazi ifadə var da, dəyişən ifadələr. Bax, onun şəklində yazıram. Bərabər 18. Biz bunu vurma ilə necə yazırdıq? Belə məsələn deyirdim, ha, 5 üstə gəl, 5 üstə gəl, 5 sən deyirdin, müəllim 3 vur 5 şəklində göstərirdin. İndi eyni, burada neçə dənə x var? 3 dənədir. Yəni 3 vur x bərabərdir 18-ə. X də bərabər tənlikməli etsən, vuraq digər tərəfə keçəndə bölək olacaq. X də bərabərdir 6. Deməli ki, bax buradan bura, bax bu qaraladığım yer nə qədər imiş? 6 sm. Yəni doğru cavab hansıdır? D variantı. Sonra deyir ki, xətti diaqrama əsasən, bax belə bu tipdə də var da sual. İndi deyir ki, xətti diaqrama əsasən 4 saat ərzində nə qədər yol getmişdir? Gedən yol 6 kilometrdir. Yəni biz gedilən yol nə ilə işarə edirik? S-dən. S bərabərdir 6 kilometr. Və 4 saat yolda olub, sənə indi nə qədər yol getməyi soruşur da. Bizi dəqiqə gedilən yol 4 saat ərzində nə qədər yol gedər? Mən görürəm ki, burada zamanım nə qədərdir? Zamanım 1-dir. Yəni bu yolu gedən adam baxırsan ki, 1 saata, yenə bunun başına iş gəldi. Bir dəqiqə. Baxırsan ki, uşaqlar 1 saata 2 kilometr yol gedir. 2 saata 4 kilometr yol gedir. 3 saata da 6 kilometr gedir. Yəni bu adam toplamda 1 kilometri 2 saata gedir. Onu hardan tapdım? Görürəm 6 kilometri 3 saata gedirsə, bunun sürəti nə qədər imiş? Görürəm ki, bunun sürəti gedən yol 6 kilometr 3 saata gedirsə, bunun sürəti 2 imiş də. Və mənə deyir ki, burada şərtə bax. Sənə deyir ki, 4 saat ərzində nə qədər yol gedər? 4 dəfə də 2 neçə eləyəcək? 8. Deyir ki, zaman 4 saatdır. Sürət də tapdım ki, 2-dir. Yəni 6-nı 3-ə böldüm. Sürət də 2-dir və sənə deyir ki, bu 4 saata nə qədər yol gedər? S də bərabərdir 4 vur 2 bərabərdir 8. Hansı variantdır? A variantı. İndi uşaqlar 41-ci sual. Deyir hansı fiqur simmetrikdir? Yəni simmetrik bilirsinizlər, onu tən yarı bölə bildiyim fiqur. Bunu bölənməyəcəm. Çünki bir tərəfə az düşəcək, bir tərəfə çox. Bu simmetrik deyil. Bunu da bölənməyəcəm. Bunu necə bölüm? Yenə bura az düşür, bura çox düşür, bölüm. Amma bax, bu tən bir yerə, tən ortaya bölünə bilir. Yəni 41-də hansı variantdır? 41-də B variantı. ABC bucağının dərəcə ölçüsü açıq bucağın 6-da 1 hissəsidir. Yəni açıq bucağım neçə dərəcədir? 180. 180-in də 6-da 1-i neçədir? Məxrəcə bölürsən, düşəcək 30. 186-ya böləndə 30. Yəni ABC bucağı neçə dərəcədədir? Yəni 30. D variantı. Nə oldu buna? D variantı. Sonra radiuslar verilmiş çevrələrin mərkəzləri arasındakı məsafə nə qədərdir? Heç uşaqlar özünü çaşdırmırsan. Görürsən ki, 6 buradandır. Yəni, nə edəcəksən? Bunun radiusu 4-dür, bunun da radiusu 6. 6 üstə gəl 4 bərabərdir 10. Bu qədər bəsitdir. Yəni, hansı variantda variant? Sonra 360 dərəcənin onda 7-si. Yenə 360-ı vurursan onda 7-yə. Məxrəcə bölürsən. 360-ı ona böləndə 36. 36-nı da 7-yə
vurursan 252. Yəni hansı variantdır? B variantı. Uşaqlar, indi bunu öndən deyir. O bayaq bir tipdə işlədik, o üstdən idi. Bax, öndən bir ilə də neynirsən, neynəyəcəksən baba? Gördün? Bir dənə yuxarıda, 3 dənə də aşağıda. Bir dənə yuxarıda, 3 dənə aşağıda. Bu hansıdır? Elə A variantı. Yəni özünü elə qorxutma ki, yazamayacağam da, asan bir şeydir. Hansı fiqurun açılışı ancaq kvadratlardan ibarətdir? Əlbəttə, hansı kub? Yəni A variantı. Bu bəsit sual oldu. Sonra hansı şəkil dönməni əks etdirir? Baxın, uşaqlar, bu B variantı yox. C variantı da xeyr. Amma indi D variantı da göstərməyəcək. Amma 47-də aya bax, bu belə fırlanıb, dönüb, gəlib ta burada dayanıb. Yəni bu hansıdır? Elə variant. 48. AOB bucağının dərəcə ölçüsünü tapın. Bax, AOB. Sənə buranı istəyir. Sənə bax, bu işarə 90 dərəcəni göstərir. Bax, bu belə balaca kvadrat 90 dərəcəni göstərir. Yəni, bura 90 dərəcədir. 35 doradır. 90 üstəgəl 35 bərabərdir 125. Yəni, hansı variantdır? C variantı. Sonra deyir cəmi 80 dərəcə olan iki bucağın biri o birindən 3 dəfə böyükdür. Kiçik bucağı tap. Bax, bu böyük bucaq olsun, bu da kiçik bucaq olsun. Biri o birindən 3 dəfə böyükdür. Kiçik bucağı bilmirəm. X-dır 3 dəfə dediyinə görə 3 vur X da budur. Və cəm də nədir? Üstəgəlmə. Cəmləri bərabərdir 80-ə. Neçə dənə? Bu elə bir 1-dir də, qabağına yazmayıblar. Üçüncüsü də 1, 4 vur X bərabərdir 80-ə. X də bərabərdir. Vuraq bu yana keçəndə bölək olacaq. 80 vur 4. X də bərabərdir 20. Mən bilirəm ki, X-ım 20 imiş. Deməli, kiçik bucağım 20-dir. Böyük bucağımda 3 vur 20 neçə eləyəcək? Bərabərdir 60. Yəni, hansı variantdır? A variantı. Sonra açıq bucağın 6-da 5 hissəsinə bərabər olan bucağın dərəcə ölçüsü nə qədərdir? Dedik ki, bayaq dəfələrlə dedik ki, açıq bucaq neçə dərəcədir? 180 dərəcədir. 180 dərəcənin də 6-da 5 hissəsi 180-i məxrəcə bölürsə, yəni 6-ya düşəcək 30, 30-u da 5-ə vuracaqsan, düşəcək 50. 150 dərəcə. Yəni hansı variant uşaqlar? D variantı. Bu qədər. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.